Növbəti mövzu gəlir. Qalel müəllifu və rəcmu haqq. Müəllif buyurur ki, deyir, Əl-Bərbahari rahimehullah, rəcm haqqdır. Rəcm məsələsi hansı məsələdir? Yəni zinakarın daşqalaq edilməsi məsələsi. Bu məsələyə fikir verin, harda gətirib? Əqidə kitabında. Məsələ belə baxanda nədir? Əhkamlardır, yəni fiqhi məsələyə daxildir. Amma bu kitabda gətirib. Niyə? Müəyyən məsələlər görəcəksiniz bu kitabda gəlir. Fiqhi məsələdə, amma əqidəyə salın. Əqidə məsələsində. Çünki birincisi rəddiyədir. Bidət əhlinə rəddiyədir. İkincisi, müəyyən bidət əhli var ki, bu fiqhi məsələlərdən tanınır. İnsanın bidət əhli və yaxud da əhli sünnə olması, sünnə əhli olması müəyyən fiqhi məsələlərdən bilinir. Misal üçün, burada rəcm məsələsi. Xavariclər inkar edib rəcmi. Mü'təzilə, xavaric, bunlar inkar edib rəcm. Rəcm yoxdur. Belə bir şey yoxdur. Zinakarın rəcm edilməsi. Və ya başqa məsələ gələcək, xofların üzərinə məs çəkmək. Məs məsələsi də fiqhi məsələdir, amma görsən əqidədə gətirib. Çünki bidət əhlindən ayırt eləmək üçün müəyyən bidət əhli var ki, o məsələlərdə artıq bilinir. Və rəcm haqqında burada şərhdə Şeyx Oğuzhan buyurur ki, Allah Taala bəzi şeyləri haram buyurub. Elə şeylər var ki, irzi məsələlərdə haramdır. Elə şeylər var ki, müamilə məsələlərində haramdır və digər məsələlərdə haram olan şeylər var. Böyük haramlar var, böyük günahlar var, kiçik günahlar var. Və aqibət baxımından, cəza baxımından da bu günahlar, bu haramlar bölünür. 3 qismə. Birinci qism deyir hansıdır? Elə haramlardır ki, Allah Taala onlara hədd tətbiq eləyib. Cəza. Dünyada cəza. Hədd, maniyə, cəza. Ki, ora insanlar yaxınlaşmasın. Misal üçün, zina məsələsi. İrzi məsələdir. Heç kəsin irzinə toxunulmasın. Bu cəza tətbiq edilir. Elə günahlar var ki, elə günahların növləri var ki, Allah Taala onlara hədd tətbiq eləməyib. Yəni, dünyada cəza yoxdur. Lakin nə var? Allah Taala təyin eləməyib, amma təzir var. Təzir nədir? Təzir hakimin nədir? Tətbiq elədiyi cəza. Misal üçün, bugünkü gündə o qədər misal məsələlər var. Qırmızı işıqda keçmək. Şəriət buna bir cəza tətbiq eləyib? Yox. Bu qayıdır hakimə, hakimin verdiyi cəzaya. Bu iştihadi məsələlərdir. Bu məsələyə biz necə cəza tətbiq eləyək? Quran sünnədə gəlməyib, amma təzir var. Təzir deyilən bir şey var. O da iştihadi bir məsələdir. Və yaxud ədəbləndirmə. Üçüncü qism haramlar, günahlardır ki, onlardan nə hədd gəlməyib, nə də ki, təzir gəlməyib. Və indəmə fihi vəidun və qadab. Amma şiddətli vəid, yəni şiddətli əzabla hədələmə gəlib Quran-ı Kərimdə və sünnədə, qəzəb gəlib, Allahın qəzəbi, lənət gəlib, odla hədə gəlib. Amma baxırsan ki, nədir? Dünyadakı cəza gəlməyib dünyada. Hansı günahlardır? Riba. Riba, Quran-ı Kərimdə var ki, yəni riba yeyənlərin cəzasını bilirsiniz. Hətta Allaha və Rəsuluna müharibə elan etmiş olurlar onlar. Amma dünyada bir riba yeyən birinin şəriət ona dünyada cəza tətbiq eləyib, yoxsa yox? Və ya, misal üçün, qətl edilsin, nə bilim, şallaxlansın, belə bir şey yoxdur. Dünyada bir həddi yoxdur. Amma nədir? Axirətdə şiddətli əzab var. Qumar. Qumar oynamaq. Baxsan ki, şəriətdə yoxdur onun dünyadakı həddi. Hədd cəzası. Və digərləri. Amma şiddətli vaid var. Şiddətli əzab var. O da insan imanının zəifliyindən dolayı eləyir və ya hətta eləsi var, heç qəlbində iman yoxdur, o işi görür. Aqibəti nə vaxtı? Axirətdədir. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Taala fərzlər əmr eləyib, vaciblər əmr eləyib, onları zayi etməyin, əməl eləyin. Nəyə ki Allah Taala əmr eləyib, əməl eləyin deyir, zayi etməyin. Və bəzi şeyləri Allah Taala haram edib, müəyyən şeyləri Allah Taala haram eləyib, o haramları da pozmayın. Və bəzi şeylər haqqında Allah Taala sizə rəhmətindən dolayı unutmayıb, sizə rəhmətindən dolayı susub.
O barədə Allah Taala danışmır. O haqda, o şeylər haqqında da sual verməyin. Müəyyən məsələlər var. Onlar Allahın rəhmətindən dolayı Allah Taala o haqda nə əmr, nə qadağa yoxdur. O haqda da deyir sual vermə. Allah Taala unutmayıb. Bu hədlərdən, cəzalardan biri də nədir? Rəcm. Zinakarın cəzası məsələsi gəlir. Və zina təbii ki, böyük günahdır və Quran-ı Kərimdə Allah Taala buyurur ki: "Vəllezîne hum li furucihim hafizun." O kəslər ki, öz yəni ayıb yerlərini qoruyarlar. Möminin surəsində. Yəni möminlər nicat tapdılar və sonra hansı möminlər də onlar öz yəni ayıb yerlərini qoruyan. İllə alə əzvacihim. İstisna nədir? Zövcələri istisna olaraq. İstisnadır. Əv mə mələkət əymənuhum fəinnəhum qeyru məlumin. Və ya sahib olduqları cariyələr istisnadır. Buna görə onlar heç qınanmazlar. Fəmən ibtəğa vəra'ə zəlikə fəuləikə humul adun. Bundan artığına can atanlar həddi aşanlardır deyir. Zina edənin hökmü haqqında əgər subay olarsa cəzası nədir? 100 şallaq. Bu da Nur surəsində sabitdir. Əz-zaniyetu vəz-zani fəclidu kullə vahidin minhumə miyyətə cəldə. Zinakar kişi və qadını hər birinə 100 qamçı vurun deyir Allah Taala. Və əgər Allaha inanırsınızsa, Allaha və axirət gününə iman edirsinizsə, Allahın dinində onlara yazığınız gəlməsin deyir. O cəzanı tətbiq edəndə yazığınız gəlməsin. وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِنَ الْمُؤْمِنِينَ Və möminlərdən bir tayfa da onların o əzabına şahidlik etsin. Bu Nur surəsində gələn zinakarın həddidir. Burada evlidir yoxsa subay? Quran-ı Kərimdə göstərilmir. Yəni bu ayətdə bildirilmir. Yəni bu cəza evliyə mi aiddir, subaya mı aiddir? Biri deyə bilər ki, burada evli yoxdur, burada yəni nə subay yoxdur, nə evlidir. Zinakar deyir. Biz nə bilək indi bu ayət subaya aiddir. Evli rəcimdir, subay belə. Bunu da təyin eləyən nədir? Sünnədir. Quran-ı Kərimi açıqlayan sünnədir və sünnədə gəlib o. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yəni subay bikr gedir. Bikr nədir? Subay deyildikdə heç vaxt evli olmayan nəzərdə tutulur. Evli olmayıb heç vaxt, amma nə vaxtsa zina eləyib. Bu nəyə aiddir? Bikrə mi aiddir, yoxsa evli hökmü götürülür? Rəcm edilir, yoxsa mı şallaqlanır? Çünki bikr deyildikdə, bax bu əhkam kimə tətbiq olunur? Subay deyildikdə. Heç vaxt evli olmayan, yəni səhih, doğru, düzgün nigahı olmayan kəsdir. Hətta əvvəl nə vaxtsa zina eləyib, tövbə eləyib, buna aid deyil. Bu yenə də bikr, subay sayılır. Bunun hökmünü Allah Rəsulü sallallahu aleyhi ve sellem bəlli eləyib ki, yəni subaya gəlincə onu 100 qamçı vurulur və hətta gəlib 1 il uzaqlaşdırma. Amma evli olan isə yəni rəcm. Və deyir, gələcəm. Və cəə fi sünnət sahihət ənəhu yuqarraf. Və sünnədə həmçin gəlib ki, uzaqlaşdırılır. Yəni, öz yaşadığı yerdən bir növ sürgün edilir. 1 illik. Yub'ədə əni bələdillədi mərəsə fəhişə. Yəni, hansı yerdə ki, o əməli eləyib, oradan uzaqlaşır. Uzaqlaşdırırlar onu. 1 il müddətində. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əl-bikru bil-bikri cəldu mi'ə. Yəni, subay kəsə 100 qamçı var və təğribu am və 1 il uzaqlaşdırılma. Bu da hədis harada gəlir? Müslimdə gəlir. Fəsəbələ təğrib bis sünnə. Sünnədə gəlib bunlar hamısı. Amma qamçı, şallaqlama, 100 qamçı Quran-ı Kərimdə gəlib. Sünnədə əlavə olaraq nə gəlib? 1 il uzaqlaşdırma. Və baxsaq görürsünüz, yəni Quran-ı Kərimi açıqlayan sünnədir. Bir çox ayətlər var elə. Misal namaz. Namaz var, Allah Taala əmr eləyib, düzdür. Amma necə qılaq onu sünnə bizə göstərir. Və ya Quran-ı Kərimdə Allah Taala buyurur ki, oğru kişi və qadının əlini kəsin. Əlini kəsin, əl də nədir? Ərəb dilində elə qol qarışıq, hamısı əl gedir.
Buradan qola kimi. Bu əldir. Əlini kəsin. Hardan kəsək? Quran-ı Kərimdə deyir əlini kəsin. Amma deyilmir hardan kəsin. Məsələn, dəstəmaz ayəsində deyilir. Əllərinizi yuyun dirsəyə qədər. Bu əldir hamısı. Allah Teala bizə hədd qoydu bura kimi. Dirsəyə qədər. Düzdür? Amma əli kəsin deyildikdə hədd qoyulmayıb. Bu həddi nə təyin eləyir? Sünnə. Sünnə təyin edir ki, əl hardan kəsilir. Və bu məsələdə belə. Allah Teala zinakar kişi və qadın subay haqqında bu ayətlərdir. Hardan bilirik? Sünnədən bilirik. Rəcm kimi aiddir evli olana və yaxud evli olub hətta boşanmışa. Yəni, nə vaxtsa səhih aqd olubsa, səhih belə deyək ki, nikah olubsa. Və deyir, əmmə səyyib fəhuvəl-ləzi səbəqa ən vata'a imratəhu fi nikah sahih. Yəni, səyyib deyirlər ərəbcə. Səyyib nədir? Bikr nədir? Bikr dedik, subay, heç vaxt evlənməyən, səhih aqd olmayan. Səyyib də o kəsdir ki, evlənib, evli olub və yaxud evlidir. Və huvəl-ləzi səbəqə və hədə səbitun bil-Qur'an. Və bu da neynir? Bunun hökmü nədir? Rəcim, daşqalaq. Və hədə səbitun bil-Qur'an əlləzi nusxə ləfsuhu və bəqiyə hükmuhu. Bu da Quran-ı Kərimdən sabit olunur. Quran-ı Kərimdən sabit olunur, sonra nəsx olunur. Nəyi nəsx olunub? Quran-ı Kərimin tilavəti nəsx olunub. Oxunuşu, tilavəti nəsx olunub, hökmü qalıb. Çünki Quran-ı Kərimdə nəsxin növləri var. Nəsx var ki, ayət var, oxunur, hökmü aradan qalxıb. Nəsx olunub. Və elə ayət var ki, yoxdur oxunuşu. Amma hökmü var. Və bu ayət misal olaraq, hətta Əhzab surəsində olub bu ayət. Belə olub. Və şeyxu və şeyxatu izə zəniyə fərcimuhumə əlbəttə. Nəkələn minəllahi vallahu azizun hakim. Bu cür ayət olub ki, yəni, kişi və qadın, evli kişi və yaxud qadın zina etsələr, onları rəcm eləyin. Allahdan bir əzab olaraq, Allah azizdir, həkimdir. Və bir gün Ömər radiyallahu anhu minbərdə xutbə verir və deyir ki, nəzələt əyətür rəcm. Rəcm ayəsi nazil edildi, nazil olundu, rəcm ayəsi nazil olundu. Və biz onu oxuduq, biz ona əməl etdik, əzbərlədik və Allah Rəsulu da rəcm etdi, yəni o ayətə əməl etdi. Və deyir, mən qorxuram ki, bir vaxt gələr, insanlara elə bir zaman gələr ki, deyərlər ki, biz rəcmi Allahın kitabında görmədik. Və ələ innəhu fi kitabillah. Halbuki Allahın kitabında var. Və bu ayəti işarə edir Ömər radiyallahu anh. Bu rəvayət də harada gəlir? Buxari və Müslimdə rəvayət olunur. Və bu məsələ də var, ona da toxunaq qısa olaraq. Subay zina edən kəsin 100 qamçıdan əlavə onun uzaqlaşdırılması, bu da bir növ, belə deyək, alimlər arasında müəyyən ixtilaflar var bu məsələdə. Kişi mi uzaqlaşdırılır, qadın mı? Çünki müəyyən alimlər var ki, deyirlər, səhv eləmirəmsə, malikilərə görə qadın uzaqlaşdırılmır. Çünki daha da fəsad ola bilər, kişiyə aid. O birislər deyir, kişiyə də aiddir, qadına da aiddir. Və eləsi də var ki, yəni uzaqlaşdırılmır. Müəyyən bir məsələdə ixtilaflar var. Və həmçinin bir hədis də var. Yəni orada Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, evli kişi və qadın zina eləyərsə rəcm edilir, şallaqlanır və rəcm edilir. Belə bir hədis də var. Şallaqlanır da rəcm edilir. Bəzi alimlər bu hədisi götürüb, deyirlər, həm şallaqlanır və həmçində nədir? Rəcm edilir və Əli radiyallahu anhu bu hökmü tətbiq eləyib. Tətbiq eləyib bu hökmü. Deyir, Allahın kitabı ilə şallaqladıq və Rəsulullahın sünnəsi ilə də rəcm etdik. Amma alimlər deyir, bu nəsx olunub. Niyə? Deyir, Peyğəmbərin feili bu sözünü nəsx etdi. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm sahabələrdən Məiz adlı biri olur. Gəlir ki, ya Rasulullah, mən zina eləmişəm. Və 4 dəfə özünə şahidlik edir. Və birinci Allah Rəsulü sallallahu aleyhi və səlləm nədir?
fikir vermir, istəmir ona. Yəni bir üzr gətirir, deyir. Bəlkə adamda bir dəlilik var, xəstəlik var və ya bəlkə ola bilər sən öpmüsən, qucaqlamısan. Hə? Və adam 4 dəfə gəlir öz əleyhinə şahidlik edir. 4 dəfə. Ondan sonra Allah Resulü sallallahu aleyhi ve sellem onu rəcm edir. Amma şallaqlamır. Və deyir, feili nədir? Sözünü nəsx elədi. Və bu məsələ elə bir məsələdir ki, dərhal biri zina elədi, hə, daşqalaq edilir. Yox, belə deyil. Bu ya etirafla olmalıdır. Zina eləyib gəlib etiraf eləyir. Hakimə gəlir, etiraf eləyir ki, mən zina eləmişəm. Və ya 4 nəfər bunu görməlidir. Necə görməlidir? Həmin o proses zamanı. Ola bilər, sadəcə bir otaqdadılar, uzanıblar və s. Belə yox. O proses zamanı. 3 nəfər görsə sayılmır. 3 nəfər görərsə bu tətbiq edilmir. Hətta onlara o yalançı şahidlik kimi onlara cəzalandırılırlar. 80 qamçı. Ona görə 4 nəfər görür. Bu da qeyri-mümkün bir şeydir əslində. Əgər biri bugün zina eləyirsə və bunu 4 nəfər həmin o proses zamanı görürsə, bu deməkdir ki, adam nədir? Artıq tam belə yəni həddini aşıb. Bu onu göstərir. Açıq-aşkar bunu eləyir. Cəmaatın gözündə. Bu da layiqdir o şeyə. Xüsusən də evli ola. Qadın öz ərinə elə xəyanət ilə açıq-aşkarda bunu 4 nəfər görür. Bu ölməyə layiqdir. Və yaxud kişi. Və ya gəlib istəyir ki, təmizlənsin. Gəlir, etiraf edir. Görürsünüz, tarixdə bu nadir olan bir şeydir. Sahabələrdən bəri belə bir şey rast gəlməyib. Sahabələrdə olur. Bir Qamidiyyə gəlir, qadın olur. Gəlir Peyğəmbərin yanına sallallahu aleyhi ve sellem. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dərhal rəcm eləmir onu. Dərhal rəcm eləmir. Bizi buraxır, get uşaq olandan sonra gələrsən, sonra uşaq olur, get süddən kəsiləndə gələrsən. Belə get. İstəmir onu, o hökmü ona tətbiq eləsən, get. Və hətta qadın gəlir ki, yox, məni təmizlə ya Rasulallah. Maizə deyir, göndərdiyin kimi mən göndərmək istəyirsən. Maizə o həmin səhabə olur ki, hansı ki, o da gəlir, etiraf edir, neçə dəfə gəlir, yəni öz-özünə şahidliyi etiraf edir ki, onu istəyirdi ki, Allah Resulü sallallahu aleyhi ve sellem onu rəcm eləsin. Və bu qadın da elə deyir, onu necə göndərirdinsə, ya Resulullah, məni də elə göndərmək istəyirsən, mən deyir, təmizlə məni. Və Allah Resulü sallallahu aleyhi ve sellem artıq hökmü tətbiq eləyir, cənazəsini qılır, onun üçün dua eləyir və hətta nə deyir? Deyir ki, bunun tövbəsi əgər deyir, Mədinənin münafiqlərinə paylansaydı bir dənə bu, Allah onları bağışlayardı deyir. Və hədd cəzası belədir ki, dünyada artıq hədd varsa, hədd tətbiq edilibsə, ahirətə heç nə qalmır. Artıq Allah bağışlayır. Ola bilər bir insan bir günah işləsin, tövbə eləsin, tövbələri Allah qəbul eləyir. Amma 100% deyə bilməz ki, tövbə etdim, tövbəm qəbul oldu. Amma əgər hədd tətbiq edilirsə, bu artıq nədir? Burada çəkdi cəzasında, orada heç nə qalmır. Və o səhabə də onu istəyirdi. Təmizlə məni, ya Resulullah. İstəmirdi ahirətə nəsə qalsın. Və ona görə müəllif burada rəcm məsələsini gətirib ki, bu rəcmi inkar eləyənlər var. Mötəzilə, xavaric, onlara bir növ rəddiyə olaraq və həmçinin əhl-i sünnənin mövqeyi olaraq bu məsələni gətirib ki, əhl-i sünnə bunu qəbul edir və bu məsələ, necə deyirlər, həmçinin icma bir məsələdir. İcma eləyiblər bunun üzərində. Rəcm haqqında. Və leysə məsələtu iddiayəl xilaf və kimsə gəlib deyə bilər, ixtilaf var, nə var? Yəni, şeyx burada gətirir ki, deyir, Şeyx Ozan deyir, yəni məsələ ixtilaf məsələsi deyil. Kimsə ixtilafdır desin ki, ya bu ixtilafdır. Məsələ təhqiq və rabtı dəlil. Dəlil məsələsidir. Dəlil var, qutardı. İxtilafı qoy qırağa. Dəlil var, açıq-aşkar dəlil var, icma var. Nə ixtilaf görsən sonradan kimsə nəsə ixtilaf var desə, nə desə, bunu at qırağa deyir. Dəlil var. Və kim dəlilə müxalif olarsa, müxalif bir şey deyərsə, o sözü götürülmür. Və onun sözünün bir qiyməti yoxdur. Və Quran-ı Kərimdə Allah Teala bizə فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ Bir şey barəsində ixtilaf eləsəniz, onu Allaha və Rəsuluna qaytarın, deyir Allah Teala.
İn kuntum tu'minuna billahi vel yevmil axir. Əgər siz Allaha və axirət gününə inanırsınızsa, iman gətirirsiniz. İxtilaf eləyəndə Allaha və Rəsuluna qaytarmalısınız. ولهذا نص المؤلف على مسألة الرجم مع أن الكتاب كتاب العقائد. Və deyir, bununla belə görürsən ki, müəllif burada bu məsələni əqidə kitabında gətirdi. Baxmayaraq ki, məsələ fiqhi məsələdir. Çünki buna etiqad eləmək vacibdir. Buna etiqad eləmək vacibdir. Fəmən ənkərəhu kəfər. Kim bunu inkar eləyərsə, nədir? Kafir olar. Və bunu nə üçün gətirib müəllif? Mübtədilərə, yəni bidət əhlinə rəddiyə olaraq. Növbəti məsələ gəlir. Vəl-məshu alə əl-xuffeyn sünnəs. Yəni, xoflara məs çəkmək sünnədir. Yenə fiqhi məsələ gəldi. Əqidə kitabında. Nassa alə hədihil məsələ mə ənəhə məsələ fiqh. Yəni, bu məsələni gətirir, halbuki məsələ fiqhi məsələdir. Çünki bu məsələnin də bir növ əqidəyə bağlılığı vardır. Fəmən ənkərəl məsh aləl xuffeyn fəinnəhu yəkunu xaricən an əhli sünnə. Kim bunu inkar eləyərsə, xoflara məs çəkmək məsələsini əhli sünnədən çıxmış olar. Yəni, müxalifən lil-aqidəti sahih, səhih əqidəyə müxalif olar. Çünki bu məsələ sünnədə varid olub. Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir çox hədislərlə, hətta mütəvatir şəkildə varid olub. Mütəvatir hədis nədir? Cəmaatın cəmaatdan nəql etməsidir. Yəni, mütəvatir hədisi heç inkar etmək olmaz. Əhəd hədis, müəyyən adamlar əhəd hədisləri inkar edir, mütəvatiri qəbul edir. Amma mütəvatir elə hədislərdir ki, orada artıq heç cür inkar etmək doğru deyil. Əl-məs aləl-xuffeyn ruxsə. Xofların üzərinə məs çəkmək ruxsətdir və ruxsətə əməl etmək də sünnədir. Gözəl əməldir. Allah subhanahu wa ta'ala sənə ruxsət verib və o ruxsətə əməl eləmək gözəldir. Sünnədir. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala ruxsəti sevir. Yəni, sizlərə ruxsət verməyi sevir və asiliklərə isə ikrah edir. Günahlara. وَالْمَسْحُ عَلَى الْخُفَّيْنِ وَالْمَسْحُ عَلَى مَا يَكُونُ مَقَامَ الْخُفَّيْنِ مِنَ الْجَوَارِبِ ثَابِتٌ فِي السُنَّةِ النَّبَوِيَّةِ. Və xofların üzərində məs çəkmək sünnədən sabit olunub və həmçinin xof məqamında olan corablar da bura daxildir. وَلَمْ يُخَالِفْ فِيهِ إِلَّا الرَّافِدِ. Və buna müxalif olanlar kimlərdir? Rafizlər. Beynəmə əthbətul məs aləl-rəciləyn. Halbuki, yalın ayağa məs çəkməyi ispat eləyirlər. Amma xofların üzərində məs çəkməyi inkar eləyirlər. Fərriclənə lə təxsilənə ində rafiyə. Onlara görə ayaqlar yuyulmur. Dəstəmaz alanda onlar ayaqlarını yumurlar. Nə inirlər? Məs çəkirlər ayağın üzərində. Nədir dəlilləri? Quran-ı Kərimdə ayət. وَمْسَحُوا بِرُؤُسِكُمْ وَأَرْجُلِكُمْ. Yəni, bu cür qirayətlə, kəsrə ilə. Qirayətlərdən birində gəlib bu. Məşhur qirayət nədir? وَأَرْجُلَّكُمْ fəthə ilə. Və artıq fəthə və ya kəsrə olması mənanı dəyişir. Fəthə olarsa, ərcülləkum. Vavdan əvvəlki ərəb dilinin qrammatikasıdır. Qayıdır, iğsilu, yuyun. Yuyun kəlməsinə qayıdır, fəthə ilə. Çünki hamısı fəthə ilə gəldi. Bu da ərcülləkum gəldi fəthə ilə, aiddir o fəthə ilə gələnlərə. Fəthə ilə gələnlərə də hansı məsələ, hansı feilin, əmr feilinin məfuludur? Yuyun. Kəsrə ilə gələndə məna dəyişir. Vamsahu bi ruusikum. Məs çəkin bi ruusi. Kəsrə ilə gəldi. Başınıza və ərcullikum və ayaqlarınıza. Kəsrə ilə oxusaq, Kəsrə ilə oxusaq, nədir? Məs çəkin. Başınıza və ayaqlarınıza. Fəthə ilə oxusaq, nədir? Yuyulmalıdır. Və məsələ budur. Kəsrə ilə oxumağa götürüblər bu qirayəti. Və bu qirayət də var. Halbuki məşhur qirayət nasb fəthə ilə olandır. Amma əhl-i sünnə nədir? Hər ikisini götürür. Çünki hər bir qirayət bir mənadır. İki dənə qirayət var, bu da var, bu da var. Amma necə? Şərtləri ilə yenə. Ayaqları yuyulmalıdır, bəli. Məst çəkilir. Amma məst çəkiləndə də nədir? Şərtləri ilə. Sünnə bunu izah edir. Peyğəmbər sallallahu aleyhi və səlləm necə eləyibsə,
ayaqlarını yuyub, sonra xofları geyinib və nədir? Xofların üzərinə məs çəkib. Və ikincisi də ayətdə nə var? Ayətdə topuqlara qədər yuyun deyir Allah Taala. Düzdür? Topuqlara qədər məs çəkin. Bunlar topuqlara qədər məs çəkir yoxsa yox? Topuq da deyəndə nə deyirlər? Deyir, topuq bu qıraqdakı biz bildiyimiz bu ayağın qıraqda olan da topuq. Deyir, topuq ora deyil, ayağın üstüdür. Deyirlər, topuq ayağın üstüdür. Və biz də topuqlara məs çəkir. Halbuki topuq bəllidir də nədir? Və Allah Rəsulundan varid olmayıb ki, yalın ayağa məs çəksin. Amma xofların üzərinə məs çəkmək varid olub. Və səfərdə namazları qısaltmaq məsələsi gəlir və burada dayanaq. Növbəti dərs inşallah bunu oxuyarıq və Allah Subhanahu taala işi faydalananlardan etsin. Və subhanakallahumma bihamdik əşhadu an la ilaha illa ente estağfiruke və etûbü